Həmzə, Allahın və Peyğəmbərin aslanı, şəhidlərin sərvəri. Bugün İslam tarixində önəmli rolu olan və Əməvi xanədanının ən çox nifrət etdiyi kəslərdən biri haqqında bir daha qısaca danışmaq istəyirəm. Əvvəlcən bu hissəyə baxın. Həmzə, sən məni eşidirsən Həmzə? Bilirsən ki, mən buradayam? Mən, Hind, atamla qardaşımı necə öldürdüyün yadındadır? Mənim ürəyim yüngülləşdi. Eşidirsən Həmzə? Yüngülləşdi. Ölüm sənin üçün çox azdı. Vəhşi, parçala onu, sinəsini kəs. Yezidin nənəsi, Muaviyyənin anası, Əbu Süfyanın arvadı Hinddir. Əhvalatını da bilirsiniz, Peyğəmbərə və ailəsinə olan nifrət üzündən Həmzənin öldürülməsinə nail oldu. Muradına çatdı. Həmzənin ciyərini dişlərinə çəkdi. Bədən əzalarını kəsib özünə zinət əşyası düzəltdi. İndi isə gəlin bu kadrlara baxaq. Qalx, qalx Həmzə. Başını torpaqdan qaldır. Qərib Bədir səhabələri üçün göz yaşı tök. Məhəmmədin qüdrəti Ümeyyə oğullarının əlindədir. Şamın sultanı mənim oğlumdur. Mənim oğlum Muaviyyə, Hind oğlu. Sənin ciyərin Hindin ürəyinə çəkilmiş dağı soyutmadı. Nifrin olsun sənə, nifrin. Yeni bir ühüd hazırlayacağıq. Bu dəfə əlinin sinəsini dağlayacağıq. Qureyş başçılarına xəyanət elədiyinə görə dağlayacağıq. Bu isə Əbu Süfyandır. Yezidin babası, Muaviyyənin atası, Hindin əri. Bir ömür İslamla döyüşmüş kəsdir. Bu ailə Peyğəmbərin ömrünün son dövrlərində Məkkənin fəthindən sonra məcbur qalıb üzdə İslamı qəbul etdilər. Gördülər ki, İslama qarşı çıxmaq mümkün deyil, lakin ondan öz səltənətləri üçün istifadə etmək mümkündür. Elə də etdilər. İslam səltənətə çevrildi. Muaviyyə haqqında danışmağa ehtiyac varmı? Yaxud Yezid? Bu şəxslər uzun illərin kini ilə yaşadılar. Siz ki bizdən can almısınız, biz sizi məhv edəcəyik. İmam Əlinin, İmam Həsənin, İmam Hüseynin başına oyunlar açdılar. Kəbəni dağıtdılar, Mədinəni viran qoydular. İmam Hüseynin kəsilmiş başı qarşısına qoyularkən Yezidin söylədiyi şeir tarixdə məşhurdur. Bədrin intiqamını aldığı üçün babalarının onunla fəxr etməsini təvəqqə edirdi. Bugün isə onların pərəstişkarları, Əməvi aşiqləri, Məhəmməd ibn Əbdülvəhhabın davamçıları yenə də bu yolu gedirlər. İslamın tarixi abidələrini dağıdır, Peyğəmbərin valideynlərinə, əmisi Əbu Talibə müşrik deyir, İmam Əliyə rəğbət bəsləyənlərə də müşrik rafizi damğası vurur, əllərinə imkan düşən kimi, Muaviyyə etdiyi kimi onları qətlə yetirirlər. Bəli, hətta Peyğəmbər belə günahkar və səhvlə dolu bir insan imiş bunlara görə. Lakin Muaviyyə haqqında danışmaq olmaz. Yeziddən heç olmaz. Allah onlardan razı olsun de, keç üstündən. Mən Həmzə haqqında geniş danışmışam deyə burada onlara toxunmuram. Sadəcə bunu deyim ki, Əli ibn İbrahim Hələbi Əs-Sirətül Hələbiyyə cildi 2 səhifə 248 qeyd edilib ki, Peyğəmbər əmisi Həmzənin meyitini gördükdə ağladı. Onun müslə, yəni burnu, qulağı, dodaqları və s. kəsilmiş vəziyyətdə gördükdə isə hönkürtü vurub ağladı. Zəxairul Uqba səhifə 181-də İbn Məsuddan nəql edilib. Biz Peyğəmbərin kiməsə Həmzə qədər şiddətli şəkildə ağladığını görməmişdik. Həmzənin cəsədini qibləyə tərəf qoydu, sonra onun yanında durub yüksək səslə qəşş edənədək ağladı. O deyirdi, ey Allahın Rəsulunun əmisi, ey Həmzə, ey Allahın şiiri, ey Həmzə, ey müraciət ilə deyirdi, ölmüş adama ağı deyirdi. Bədir döyüşündə quyulara atılmış müşriklərin cəsədinə xitab etmək olar və o müşriklər Peyğəmbəri eşidə bilərlər, amma möminlər yox. Əzzər, Ərəf surəsinin 78-79-cu ayəsində Salih Peyğəmbərin qövmünə gələn bəladan oxuyuruq ki, yəni bəla gəldi, onları məhv elədi. Salih onlardan üz çevirib dedi, ey qövmüm, mən sizə Rəbbimin əmrini çatdırdım və xeyirxahlıq şərtinə əməl etdim. Lakin siz xeyirxahları sevilmirsiniz. Sual, Salih Peyğəmbər kimi ilə danışırdı? Ölülərlə. Məyər ölülər eşidirmi? Təbərinin tarixi cildi 2 səhifə 532, İbn Hişam Əs-Sirətun Nəbəviyyə cildi 3 səhifə 94 və başqa kitablarda da var.
Peyğəmbər Ənsardan olan kəslərin evinin yanından keçərkən eşitdi ki, qadınlar öz ölülərini ağlayırlar. Peyğəmbərin gözü doldu və dedi ki, əmim Həmzəyə ağlayan yoxdur. Səd bin Muaz və Üseyd bin Hüzeyr gedib qadınlara dedilər ki, Həmzəyə də ağlasınlar. İbn Kəsir yazır ki, bu günə qədər Ənsar qadınları öz ölülərini ağlamamış birinci Həmzəyə ağlayırlar. Həmçinin deyilib ki, Fatimə xanım Həmzənin qəbrini ziyarətə getdi və onun məzarını düzəltdi. Habelə qəbrinin torpağından təsbih düzəltdi və onunla zikr edirdi. Buradan bizə aydın olur ki, ölmüş bir kəs üçün ağlamaq, ağı demək, təşviq etmək, yas saxlamaq və bu qəbil şeylər hansı ki, şəriətin belirlədiyi çərçivədən kənara çıxmamaq şərti ilə caizdir. Bir şeydə diqqətinizə çatdırım. Əməvilər Peyğəmbər ailəsi ilə olan düşmənçilikləri səbəbilə Həmzənin və Ühud şəhidlərinin qəbrinə qarşı nalayiq rəftar etmişlər. Muaviyyə də Ühud hadisəsindən təxminən 40 il sonra Ühuddə bir bulaq və ya kəhri suyunu axıtmaq məqsədi ilə və görünürdə ki, Peyğəmbər ailəsinə olan düşmənçiliyə görə Ühud şəhidlərinin, o cümlədən Həmzənin qəbrinin açılmasını və cəsədlərin başqa yerə köçürülməsini əmr edib. Qədim zamanlardan Həmzənin məzarı üzərində bir məscid və türbə mövcud idi. Lakin Məhəmməd ibn Əbdülvəhabın davamçılarının hakimiyyətə gəlməsi və Ali Səudun Hicazda iş başına keçməsindən sonra Həmzənin qübbə və türbəsi Hicrətin 1344-cü ilində dağıdıldı. Bu da miladi təqvimlə 1925-26-cı illərə düşür. Əzizlər, sözüm budur ki, İslamın tarixi abidələrinə, xüsusilə məqbərələrə qənim kəsilmək, hər vəclə Peyğəmbər və ailəsinə məhəbbət bəsləməyin qarşısını kəsmək Əməvi məktəbinin sünnəsidir, Peyğəmbərin yox.